Ola bilər insanlar zahirən normal insandır. Lakin biz deyirik ki, bu insanlar ruhi xəstədirlər əslən, yəni. Doğrudan deyirəm axı, yəni. Doğrudan deyirəm qardaşım. Salam aleyküm və barakatuh. Rafizdə şübhə gətirirlər ki, Muaviyə radiyallahu anh, Əli radiyallahu anh ilə döyüşdə Quranın səhifələrini nizəyə saxmışlar. Bu şübhə barəsində nə deyə bilərdiniz? Burada nə şübhə var ki? Bu Əl-Harbu xida. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, döyüş hilədir. Allatmaq var döyüşdə. Muaviyə radiyallahu anh Quranı təhqir edilmədi ki, sadəcə vərəqləri götürdü, nizələri qoydu, getdi qabağı. Bir dənə diyan dəli edim, diyan görün, nə danışır bu? Muaviyə radiyallahu anh Quranı təhqir edilmədi ki, sadəcə vərəqləri götürdü, nizələri qoydu, getdi qabağı. Onda bu bir döyüş taktikası idi. Döyüş üslubu. Onda əlinin qoşunu dayandı. Bu bir hərbi bir addım idi. Barışıq deyil. Hərbi addım idi. Vəssalam, burada nə var ki? Vəssalam, burada nə var ki? Sonra əlhamdülillah sülhə getdilər. Vəssalam. Muaviyə olmaz dil uzatmaq. Olmaz sahabedir. Mağda belə də yoxdur. Aydın qardaşlar, o boş söhbətlərdir. Nağıldan başqa bir şey deyil.